Salamlar dostlar. Bugün sizi Elxan Elatlı'nın qələmindən çıxmış, həqiqətən də gərgin bir detektiv romanın Pəncərədə görünən kölgənin sirri dünyasına aparacağam. Bilirsiniz, bu hekayə birbaşa qan qadayla, zinayətlə başlamır. Xeyr. Hər şey tənha bir qəbristanlıqda başlayır. Orada nənəsinin məzarı başında fəryad edən sirli bir gənc qadın var və onun ağzından çıxan sözlər. Gəlmişəm ay nənə, küsmüşəm daha hamıdan. Bax bu cümlə hələ heç nə baş vermədən bütün hekayəyə elə kədərli, elə sirri bir abu-hava qatır ki, sanki bu sadəcə bir cinayət hekayəsi yox, böyük bir insan faciəsinin başlanğıcıdır. Yaxşı, hazırsınızsa, gəlin bu mürəkkəb hekayəni addım-addım açaq. Baxın, yol xəritəmiz belədir. Əvvəlcə kəndin üstünə alan o qara kölgəyə baxacağıq. Sonra gözlənilməz qonaqlarla tanış olacağıq. Ardınca kənddəki pıçıltıları, problemləri dinləyəcəyik. Və sonra gecə baş verən o dəhşətli cinayət, ilk ipucuları və görək bu sir bizi hara aparacaq. Elə gəlin biz də kitabın başladığı yerdən başlayaq. Bizi ilk qarşılayan taleyi sanki əvvəlcədən yazılmış, faciəvi bir sona doğru addımlayan çarəsiz bir qadındır. Təsəvvür edin 14 il sonra bir qadın nənəsinin məzarının üstünə gəlir. Ürəyi o qədər doludur ki, sanki bütün dünyadan küsüb və dünyasını dəyişmiş nənəsinə pıçıldayır ki, həmişəlik sənin yanına gəlmək istəyirəm. Bu sözlərin ağırlığına bir baxın. Sonra da qəbristanlıqdan çıxıb şəhərdən əks istiqamətə, qaranlığa doğru gedir. Hələ heç bir cinayət yoxdur ortada, amma müəllif bu səhnə ilə bizə elə bir gərginlik, elə bir faciə anonsu verir ki, adamın tükləri biz-biz olur. Artıq bilirsən ki, nəsə çox pis bir şey olacaq. Yaxşı, bu kədərli səhnədən sonra gəlin hekayənin əsas məkanına keçək və çox keçmədən mürəkkəb bir sirlər torunun içinə düşəcək, əsas qəhrəmanlarımızla, yəni müstəntiqlərlə tanış olaq. Hər şey Göydağ kəndində cəryan edir. Adından da göründüyü kimi, sakit, dinc bir kənd. Amma bu sakitlik çox uzun çəkməyəcək. Çünki jurnalist dostumuz Nemət Bakıdan kəndə istirahət etmək üçün 2 qonaq gətirib. Və bu qonaqlar, deyim sizə, heç də adi qonaqlar deyil. Onların gəlişi ilə bu kəndin bütün gizli sirləri bir-bir açılmağa başlayacaq. Deməli, tanış olun. Bir tərəfdə Qambay Qasımlı, istifadə olan polis polkovnikidir 40-larında. Amma təkcə bu deyil. O Moskvada faciəli bir keçmiş yaşamış, dahi, amma ruhunda dərin yaralar olan bir adamdır. Digər tərəfdə isə gənc, enerjili kapitan Mahir Talıbov var. Cəmi 30 yaşı var, amma cəsarəti və qeyri-adi metodları ilə artıq ad çıxarıb. Yəni biri təcrübə və kədər, digəri isə enerji və cəsarət. Bu ikilinin bir araya gəlməsi həqiqətən də fırtınadan əvvəlki səssizlik kimidir. Və kapitan Mahirin nə qədər qeyri-ənənəvi olduğunu anlamaq üçün kiçik bir epizoda baxaq. Deməli, ona bir tapşırıq verilir. Bir qadını şübhələndirmədən ləngitmək lazımdır. Mahir neynir? Gedib qadının çantasını qapıb qaçır. Özünü elə aparır ki, güya adi bir cibgir, bir oğrudur. Hətta vəziyyəti daha da real etmək üçün öz polis yoldaşları gəlib onu həbs edirlər. Fikir verin, məqsədə çatmaq üçün necə bir səhnə qurur. Bu, onun təkcə cəsarətli yox, həm də necə yaradıcı olduğunun canlı sübutudur. Yaxşı, əsas cinayətə gəlməmişdən əvvəl Elxan Elatlı çox ustalıqla kəndin o sakit görünüşünün altındakı 2 fərqli gərginliyi, 2 qaynar nöqtəni bizə göstərir. Deməli, kənddə 2 böyük problem var. Birincisi, klassik bir miras davası. Qardaşlar Mahmud və Ağayar ata evini bölə bilmirlər. Ağayar düşünür ki, qardaşı onu aldadıb, haqqını yeyib. Bu, hər an partlaya biləcək bir bombadır. Digər tərəfdə isə tamamilə fərqli bir hekayə var. Səfayənin itkin düşməsi. Əhlimanın sakit, mülayim arvadı Səfayə əri ilə dalaşandan sonra evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. İndi sual budur. Bu 2 hadisə arasında bir əlaqə var, yoxsa bu sakit kənddə eyni anda 2 fərqli faciə yaşanır? Səfayənin hekayəsi isə həqiqətən də çox kədərlidir. Gözəl, amma sakit, özünə qapanıq bir qadındır. Əri Əhliman isə çox əsəbi biridir. Sonuncu dəfə əri ona əl qaldırandan sonra Səfaya evdən çıxıb gedir. Amma bu dəfə heç kimə xəbər etmədən bir daha geri dönməmək üzrə. İndi bütün kənd bu sualı verir. Səfaya sadəcə bezib qaçıb, yoxsa onun başına daha dəhşətli bir hadisə gəlib. Və beləcə bu gərginliklərin ortasında nəhayət o gecə gəlib çatır. Kəndin sakitliyini paramparça edən, hər şeyi dəyişdirən o gecə. Səhər açılır və kənddə dəhşətli bir xəbər yayılır. Yerli usta Mahmud öz evində ölü tapılıb. Bəli, miras davasındakı o qardaşlardan biri. Gəlin cinayət yerinə bir nəzər salaq. Mahmud üzü üstə yerə yıxılıb. Kürəyində düz ürəyinin arxasında tək bir bıçaq zərbəsi var. Yəni, qəfil arxadan hücum ediblər.
Masanın üstündə yarımçıq araq şüşəsi, cəmi bir stəkan və ağzına qədər dolu bir kül qabı. Bu nə deməkdir? Deməli Mahmud tək olmayıb, qonağı olub. Və çarpaya heç toxunulmayıb, deməli hər şey gecə, yatmazdan əvvəl baş verib. Ən vacib detal isə budur. Heç bir boğuşma izi yoxdur. Mahmud qatilinə o qədər etibar edib ki, arxasını ona çevirməkdən çəkinməyib və bu etibar onun həyatına son qoyub. Rəsmi istintaq qrupu hələ gəlib çatmamış, bizim detektivlər Qambay və Mahir artıq işə başlayıblar və tapmacanın ilk hissələri yavaş-yavaş üzə çıxır. Deməli, əldə nə var? Birincisi, qonşular gecə Mahmudun evinə bir UAZ maşınının gəldiyini eşidiblər. İkincisi və ən vacibi, qonşulardan biri Əhliman gecə Mahmudun pəncərəsində hündür, arıq bir adamın kölgəsini görüb. Üçüncüsü, masadakı tək sikan bir qonağın olmasını təsdiqləyir. Və dördüncüsü, arxadan vurulan bıçaq zərbəsi, qəfil hücumu, etibardan sui-istifadəni göstərir. Bax, bunlar müstəntiqlərin əlindəki ilk ipucularıdır. Hələ ki, çox dağınıqdır, amma hər şey bu nöqtələri birləşdirməkdən asılıdır. Və Əhlimanın o ifadəsi həqiqətən də adamın qanını dondurur. O deyir, mən heç kəsi görməmişəm, ancaq kölgə görmüşəm. Bax, bu sözlər bütün bu hekayənin mərkəzində dayanan o sirli, qorxulu obrazı yaradır. Pəncərədəki kölgə. Və beləliklə biz də təhlilimizi elə bir nöqtədə saxlayırıq ki, oxucu kitabı oxuyarkən məhz burada nəfəsini tutub dayanır. Hər şey bir-birinə qarışıb və heç bir aydın cavab yoxdur. Ortada isə bir yığın cavabsız sual qalır. Əsl qatil kimdir? İtkin düşən o yazıq Safayənin aqibəti nə oldu? O haradadır? Və ən əsası, pəncərədə görünən o hündür, arıq kölgə kimin idi? Bu cinayətlə Safayənin itkin düşməsinin bir əlaqəsi ola bilərmi? Əlbəttə ki, bu sualların cavabını tapmaq üçün yeganə yol var. O da kitabı oxumaqdır. Biz isə sətiraltı olaraq sizə daha çox belə ədəbi təhlillər təqdim etməyə davam edəcəyik. Əgər bu sirri hekayənin təhlili xoşunuza gəldisə, o zaman sətiraltı icmasına qoşulmağın tam vaxtıdır. YouTube kanalımıza abunə olmağı unutmayın və o zınqırov işarəsinə də basın ki, yeni təhlillərimizdən anında xəbəriniz olsun. Şərhlərdə mütləq bizə yazın, növbəti dəfə hansı kitabın dərinliklərinə enməyimizi istəyirsiniz. Hə, bir də əgər pəncərədə görünən kölgə kitabının PDF formatını əldə etmək istəsəniz, bunu da şərhlərdə qeyd edin, görək nə edə bilərik. İzlədiyiniz üçün çox sağ olun.